Elza Seyidcahan, o nə vaxtdan şair oldu? Yaxşı da, nəysə, yol verərik. Efirə 5 dəqiqə qaldı. Aha, 5 dəqiqə. Efirdir. Bizdə Zəlimxan Yaqub olmuşdu, amma bu verişdə o olmayacaq. Amma onun haqqında biz danışacağıq. Amma keçən verişdə burada olan qonaqlarımız buradadır. Birinci olaraq Mədəniyyət Nazirinin əməkdaşını təqdim etmək istəyirəm. Hazır müəllim, buyursun Hazır müəllim. Can hazırlar, can. Salamlayırıq sizi, buyurun, əyləşin. İstəyirik ikinci qonağımızı. Şairədir o adam. Onu sevənlər çoxdur, amma onu tənqid edənlər də çoxdur. Elza Seyidcahan gəlir, buyursun. Buyursun Elza xanım. Gəlir Elza. Salam deyirəm baxım. Zəhmət olmasa əyləşin. Deməli bizim sponsorlarımız var. Sponsorlar. Bahaneler, sponsor. Bəli. Hələ varmış. Xahiş edin, bu başı qatıb xahiş edin. Deməli sponsorumuz var. Sponsorumuz 3 otaq şadlıq sarayı. Siz bu 3 otanı Azərbaycanın şimal şərqindəki böyükçi yeri bilən Qafqaz sıralamalarının cənub şərqi hatındakı İçəri şəhər metrosunun Burçay dənəsində Soluçay çayının sol sahilində çaydığınız kilometr aralda oradan da bir xeyli düz gedəndən sonra kimdən sonraysa sizi göstərəcəm. Zəhmət olmasa. Deməli, bu bizim mövzumuz var. Mövzu deməzdim buna. Zəlimxan Yaqubun anım günüdür. Özü burada olmasa da, amma onun hamı sevdiği bir gözəl şeiri var. Öləm şeiri. Zəhmət olmasa onu səsləndirərdiniz. Öləm şeirini deyəcəm, diqqətlə mənə baxın. Öləm, bilirsiniz necə öləcəm. İndi bu saat öləcəm. Öləm ha. Dedin ha, öləcəm. Bax, öldüm. Bu şeirdir. Belədir. İnanın ki, Zəlimxan müəllim qəbirdən xortlayıb gəlsə, mən təəccüblənməm. Aramda, yaylaqda,
Bu bizim şairəmizdir. Şairədir. Bəli. Şairəsən. Elza Seyidcahan da bayaq sizin şeirinizdə dedi. Mən Elzayam, bax belə. Elzayam, mən tanıdınız da. Vay dədə vay. Mən əsəbləşirəm, ey oğlum. Əsəbləşirəm. Ay, Zalim Xanın yanında gör nələr danışır. Zalim Xan sazdır, sözdür. Şeiriyyatdır, repdir, rockdur. Məni əsəbləşirlər ki, sən də danış da, şeirdən başı çıxır bunu deyəsən. Bəli, əlbəttə. Şeir deyən, ey oğlum. Bir dənə qəşəng. Əsəbləşdirmə məni. Mən əsəbləşmirəm deyəmə. Mən nətər gəldim orada. Bəli, altın mənim şeirimizdir. Ürəyin çəkilsin, deyil ana bu. Bəli. Bu da altın mənim şeirim. Koydum ha. Açın. Bu qayda çoxdan elə ölüb. Zalim Xan mı ölüb? Zalim Xan mı ölüb? Zalim Xan ölmüyüb. Zalim Xan tərk etmez fani dünyanı. Söz ilə aldadar cini şeytanı. Bir şəhlə ki tərk eder dünyanı. Gecə vaxtı görsə basıncına dalır. Çal. Ben hesablaşırım. Oturun Zəlim müəllim, əyləşməyin. Ürəyim ağrıyır. Zəlim müəllim, Eşdirəm. bax gördünüz, Mədəni Tanzan əməkdaşı şeiridir, Elza xanlı şeiridir. Şey deyildi o. Yəni, bax siz görmüsünüz keçmiş bizim şairlərimizin poeziyamızı və indiki poeziyamızı. Müqayisəcə, hansı daha yaxşı idi sizcə? Ay el oğlu sen benim ürəyimi paraladın. Ben ne diyeyim? Ben gittim ora. Bilirsen kimleri gördüm? Mehmet Araz'ı gördüm. Azerbaycan mayası nur, gayesi nur ki her daşından ağız dilli ok olabilir. Azerbaycan deyilen de ayağa dur ki Füzulinin könlüne değebilir. Sağ olun, var olun. Ayağa kalktınız. Ahmet Zavad'ın ne feryadını getirmişim ben. Azerbaycan emnini getirmişim ben. Ayaküstü hemin okuyor. Ayaqüstü. Benden bir yerde. Azerbaycan. Azerbaycan, ey kahraman övladı şanlı vətəni, səndən ötürü qan verməyə cümlə hazırız, səndən ötürü qan dökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsul yaşa, üç rəngli bayrağınla məsul yaşa. Minlərlə can qurban oldu, sinəm mərvən meydan oldu. Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu. Savasan Gürcistan, sənə hər an can qurban. Sənə min bir məhəbbət, sinəndə tutmuş məkan. Namusunu hifz etməyə, bayrağını yükseltmeye, namusunu hifz etmeye, cümle gençler muştaktır. Şanlı